qəbul eləsin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Ve ala alihi tayyibina tahirin el-ma'sumin el-mukerremin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahu Teala Bismillahirrahmanirrahim. İnnemâ yuvaffes sabirûne ecrahum bi gayri hisab. Âmenne billah ve sadakallahul aliyyul azim. İnşallah bugünkü mevzumuz əxlaq dərslərinin davamı olaraq dinimizin bəyəndiyi ən gözəl xüsusiyyətlərdən, fəzilət xüsusiyyətlərindən biri olan səbir barəsindədir. Allah-u Teala Zümər surəsi 10-cu ayədə buyurur: İnnemâ yuvaffes sabirûne ecrahum bi gayri hisab. Yalnız səbr edənlər öz mükafatlarını heç bir hesab olmadan alacaqlar. Səbir Quran-ı Kərimdə 70-dən artıq yerdə qeyd edilmişdir. Yəni 70 dəfədən çox bir neçə ayələrdə səbir mövzusu əhatə olunmuşdur. Lüğəti mənada səbir insanın çətinlik anında özünü ələ almasıdır, özünü saxlamasıdır ki, nəfs tüğyan eləməsin, normal halından çıxmasın. Və əxlaq elmində səbir dedikdə, özünü ələ alıb, bəla, müsibət zamanında özünü ələ alıb, başqasına şikayət etməmək. Səbir əgər müsibət qarşısında olarsa, insan verəcək bir müsibət qarşısında özünü ələ ala bilirsə, bu səbirdir. İnsan döyüşdə dözümlük göstərə bilirsə, səbir göstərə bilirsə, bu şücaətdir. İnsan ona baş vermiş hansısa bir sıxıntıda geniş qəlblilik göstərə bilirsə, bu səbrin başqa bir növüdür. Və ya bəzən insan özünü danışmaqdan qoruya bilirsə, bu da səbrin bir növüdür. Yəni, səbrin çox növləri vardır. Və o ki, bayaq dediyimiz kimi, səbir, əxlaq elmində səbir dedikdə budur ki, insan başına gələn bir müsibətdə özünü ələ ala bilsin və qeyrisinə şikayət etməsin, yəni Allahdan qeyrisinə şikayət etməsin. Allaha şikayət etmək bəyənilən bir işdir. Necə ki, Quran-ı Kərimdə Həzrəti Əyyub əleyhissalam buyurur: İnni məssəniyə şeytanu binusbin və əzab. Allah şikayət edir: Ya Rabbim, şeytan mənə əzab əziyyət verir. Halbuki Allah Teala Həzrəti Əyyub əleyhissalamı Quran-ı Kərimdə məth edərək buyurur: İnna vəcədnahu sabirən. Ni'məl abdu innehu əvvab. Biz onu səbredən gördük. Allah Həzrəti Əyyub üçün buyurur ki, biz onu səbredən bildik, o çox gözəl quldur, çox gözəl bəndədir. Və yaxud da Həzrəti Yaqub əleyhissalam buyurur: İnnəmə əşku bəthi və huzni ilallah. Mən hüznümü, kədərimi Allaha şikayət eləyirəm. Hüzünlüyəm, kədərliyəm, amma bu hüznü, bu kədəri Allaha izhar eləyirəm. Deməli, səbir edərkən insanın başına bir müsibət baş verdikdə Allahdan qeyrisinə şikayət etməməlidir. Allaha şikayət edərsə, bu müstəhəbdir, bəyənilən bir işdir ki, insan dərdini, qəmini, qüssəsini ilə Allaha şikayət eləsin. Allahdan qeyrisinə şikayət eləməsin. Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləmdən nəql olunan bir rivayətdə Həzrəti Rasulullah buyurur ki, cəhalətim ki, səbrin təfsiri nədir? Səbrin izahı nədir?
Və Cəbrail əleyhissalam dedi ki, səbir budur ki, ən tasbira kəma fid-darra'i kəma tasbiru fis-sərra. Rifah halında, xoş güzaran yaşadıqda səbr etdiyin kimi, çətinlik halında, sıxıntı halında da səbr edəsən. İnsan xoş gün keçirəndə nə var səbr eləməyə? Elə ki, müsibətlər gəldi başıva, fərq etməməlidir sənin üçün. O xoş gündəki halınla bu müsibətlərin içine düşdüyün halın arasında bir fərq olmamalıdır. Və ardınca buyurur ki, وَفِي الْفَاقَةِ كَمَا تَصْبِرُ فِي الْغِنَا. Zəngin olanda necə səbr edirdinsə, fəqir olanda da o cür səbr edəsən. Yəni, külli kainat sənin malın, mülkün, dövlətin olsun və ya sənin heç nəyin olmasın. Sənin üçün fərq etməməlidir. Halı dəyişməməlidir. Varlı olanda sən şükür halındaydın, hər şey yaxşıydı, Allaha şükür edirdin, həyatından razıydın. Elə ki, biraz çətinliyə düşdün ki, Quran-ı Kərimdə də Allah buyurur, biz insanları sınağa çəkərik, mal qıtlığı ilə, övladla. Elə ki, insan çətinliyə düşür, görürsən başlayır zamanədən şikayət eləməyə, halından şikayət eləməyə. Cəbrail əleyhissalam bu hədisə deyir ki, səbir budur ki, sənin varlı halında və ya kasıb halında, necə ki, varlı halında səbr etmirsən, kasıb halında da səbr edirsən, fərq eləməyə sənin üçün. Və fil bələi kəmə təsbiru fil afiyə. Sağlığında, sağ ikən, heç bir xəstəlik olmadığı halda necə səbr edirdinsə, bəlalar içində, müsibətlər içində də elə səbr edəsən. فَلَا يَشْكُ حَالَهُ عِنْدَ الْمَخْلُوقِ بِمَا يُصِيبُهُ مِنَ الْبَلَا. Və insanın başına gələn bütün müsibətlərdən, bəlalardan heç bir məxluqa şikayət eləməyə. Səbir budur. Və bu gözəl səbirdir. Quran-ı Kərimdə ki, Allah Teala buyurur, Vasbur sabran cemilə, gözəl bir surətdə səbr et. İmam Muhammed Baqir əleyhissalamdan soruşurlar, gözəl səbir nədir ya imam? İmam buyurur ki, Zəlikə sabrun leysə minhu şəkva ilən nas. Gözəl səbir o səbirdir ki, o səbirdə başqasına şikayət etmək yoxdur. Allahdan qeyrisinə şikayət etməzsən. Və səbir necə baş verir insanda? Əvvəlki dərslərdə dediyimiz kimi, insan 4 qüvvə vardı insanda, ağıl qüvvəsi, şəhvət qüvvəsi, qəzəb qüvvəsi, bir də vahimə qüvvəsi. Ağıl qüvvəsi bu 3 qüvvəyə hakim olarsa, insan kamilliyə doğru gedər. Seyr-i sülük mərtəbələrini fəth eləyər. İnsanın başına bir müsibət baş verdikdə, onu öz halından çıxardan ya şəhvət qüvvəsidir, ya qəzəb qüvvəsidir, ya da vahimə qüvvəsidir, şeytani vəsvəsələrdir. Əgər insan ağlı, insanın ağıl qüvvəsi daimən bu 3 qüvvənin nəzarətdə saxlasa, o zaman səbir əldə eləyə bilər. Və səbrin dərəcələri vardır. Ki, rivayətlərimizdə səbir barəsində nəql olunan hədis və rivayətlərdə görür ki, səbir bir növ deyil, bir dərəcə deyil, bir neçə dərəcəsi vardır. Ki, həmin rivayətlərin birindən Həzrəti Əli əleyhissalam Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləmdən nəql edir ki, Peyğəmbər buyurdu, Əs-sabru thələsə, səbir 3 cürdür. Sabrun indəl musibə, müsibət zamanı səbr etmək, və sabrun alət taə, itaətə səbr etmək, və sabrun anil məsiyə, və günahlar qarşısında səbr etmək. Ki, bu hədisdə Həzrət Rasulullah 3 növ səbirdən danışır. Bir, müsibət zamanı səbr etmək. İkincisi, itaətə səbr etmək. İnsan ki, ibadət eləyir, namaz qılır, oruç tutur, Allahın ona buyurduğu bu vacib ibadətləri, itaətləri yerinə yetirir. Bunu yerinə yetirmək elə insandan səbr istəyir. Xüsusilə indi Ramazan ayı gələcək. İstinlərdir, bu günlərdə oruç tutmaq və bu oruçdan əziyyətindən heç kəsə şikayət etməmək. Səbr istəyir insan bu ibadətləri yerinə yetirsin. Və indəl məsiyə və günahdan səbr etmək. Ki, insanın qarşısına hər türlü günahlar çıxır. Ki, insan özünü saxlaya bilər, nəfsinə hakim ola bilər. Bunlar səbr istəyir insandan. Əsbəq ibn Nəbatə nəql eləyir Həzrəti Əmir əl-Müminin əleyhissalamdan ki, Həzrət buyurur, Əs-sabru səbran. Səbir 2 qismdir.
Sabrun indəl musibə həsənun cəmil. Müsibət zamanı səbr etmək. Bu gözəl və yaxşı bir səbirdir. Ki, insanın başına bir müsibət gəlsə, səbr etsin. Həzrət buyurur, gözəl və yaxşı səbirdir. Və əhsənu min zəlikə əs-sabr indəmə harramallah əzzə və cəllə aleykə. Bundan da üstün səbir budur ki, Allahın sənə haram buyurduqlarını yerinə yetirməkdən çəkinərək səbr edəsən. Həzrət buyurur, müsibət qarşısında səbr etmək gözəldir. Amma bundan gözəl səbir nədir? Haramlardan çəkinməkdə səbr etməkdir. Ariflərimiz səbir barəsində 3 dərəcədən danışırlar. Birinci dərəcə budur ki, şikayəti tərk etmək. Ki, insanın başından nə müsibət, nə bəla gəlsə, səbr edərək heç kəsə şikayət etməsin. Və bunu tövbə edənlərin səbr adlandırırlar. Çünki səbir var, məsələn, insan var ki, başına bir müsibət gəldikdə, cəmaatın qarşısında özünü mətanətli göstərmək istəyir. İstəyir ki, o cəmaat görsün ki, bu sınmadı, bu əyilmədi, bu bütün çətinliklərə dözdü, mətanətlidir, möhkəm insandır. Bunu cəmaat üçün edirsə, bunun əcr və savabı yoxdur. Bu səbir deyil. Bu riyakarlığın bir növüdür. Amma bir insan ki, səbir eləyir, heç kəsə şikayət etmir, yalnız şikayəti Allahadır, bu tövbə edənlərin səbridir. İkinci budur ki, qəza və qədərinə riza bildirərək səbr etmək. Bu zahidlərin səbridir. Başına gələn hər müsibətə öz rizasını bildirir. Allah belə məsləhət bilibsə, ya Rəbbim, buna da dözməyə hazıram, buna da səbr etməyə hazıram. Ariflər deyir, bu zahidlərin dərəcəsidir. Üçüncü budur ki, məhəbbətlə səbr etmək. Yəni, Mövlanın, Allahın etdiyi hər bir şeyə, hər bir əmələ sevgi və məhəbbət göstərmək. Burada heç şikayət də yoxdur, burada heç Allah'a şikayət də yoxdur. Gələn hər bir müsibəti heç müsibət gözü ilə baxmırlar. Yarın cəfası cümlə vəfadır, cəfa deyil. Yarım cəfa qılır deyən əhli vəfa deyil. İmadəddin Nəsiminin, yəni Allahdan gələn bütün bəlalar nemətdir, bəla deyil. Hər kəs deyir ki, Allah mənə bəla göndərir, nemətə layiq deyil. Hədislər əsasında səbrin 3 dərəcəsi qeyd olunur. Bayaq qeyd etdiyimiz hədislərdən və digər hədislərdən əldə olunan budur ki, səbrin 3 dərəcəsi vardır. Birinci dərəcə günahdan çəkinməklə səbr etməkdir. Bu nə cür baş verir? İnsan Allahın ona, yəni insana edəcək əməllər qarşısında, günah əməllər qarşısındakı əzab vəd eləyib, insan bu əzabdan xəbər tuta və buna iman gətirə və özünü qoruya. Bundan da ən üstünü budur ki, həya edərək səbr edəsən. Yəni, biri var, insanın imanı var ki, həqiqətən axirət var və mən bu günahı etsəm, bunun cəzasını alacam. Bu cəzanın böyüklüyünü, əzəmətin insan dərk eləyə. Anlayaq ki, bu əzab adi bir əzab deyil. Əzabı mütaliə eləyə, Allahın vəd etdiyi o əzabı bir araşdıra, bir oxuya, Qur'an-ı Kərimdə, hədislərdə buyurulub. Bunu ilə özünü qorxuza, günahdan çəkinə. Lakin bundan da üstünü Həzrəti Əli əleyhissalam buyurur ki, Əs-səbr anil məsiyyəti həyəən. İnsan həya edərək səbr etsin, günahdan çəkinsin. Çünki qorxudan günahdan çəkinən qorxu inandı. Amma həya edərək günahdan çəkinən Allahlandı. Həya edən insan hər zaman özünü Allahın huzurunda görür. Hər zaman Allahın hər şeyə şahid olduğunu anlayır, dərk edir. Qəlb gözü ilə özünü huzur məqamında gördüyü üçün həya edər günah etməyə. Amma qorxudan günahdan çəkinmək Allah'ı deyil, qorxusunu görüb günahdan çəkinir, əzabı görüb günahdan çəkinir. Ona görə Həzrət buyurur ki, qorxudan, günahdan çəkinməkdən də ən yaxşısı həya edərək günahdan çəkinməkdir. İkinci dərəcə səbir, itaətə səbr etməkdir. İnsan itaətə, Allahın buyurduğu ibadətləri qorumaqla, onları vaxtı-vaxtında yerinə yetirməklə,
ixlasla yerinə yetirməklə səbr etsin. Kim namaz qad aflahal mu'minun ellezina hum fi salatihim xaşiun. Allah Qurani Kərimdə buyurur ki, nicata çatdığı möminlər ki, namazlarında xuşu halətində olarlar. Xuzu halətində olarlar, mütüylük halətində olarlar ki, insan namazı və yaxud da alə salavatihim yuhafizun, göstərlər ki, namazlarını qoruyarlar, namazı vaxtında qılarlar və qoymazlar ki, namazlarından şeytan bir şey uğurlasın. Bizim namazımızın hamısını şeytan uğurlayır. İnsan namazında, ibadətində xəyal gedir, gəzir o ağaçdan, bu ağaca, o budaqdan, bu budağa, bir də ayırırsan ki, son salamları verib, 3 təkbiri deyirsən. Səbir istəyir ki, insan bu cür ibadəti, itaətini əvvəldən sonuna kimi qorusun, ixlasla yerinə yetirsin. İxlaslı əməl yerinə yetirmək asandır, amma onu sonuna kimi ixlasla saxlamaq çətindir, səbir istəyir insandan. Və bu itaətə səbr etmək, günah qarşısında səbr etməkdən daha böyükdür. Çünki itaətə səbr edən günahdan çəkinməyə asanlaşır onun üçün. Allah Qurani Kərimdə namaz üçün buyurur, "İnne salate tenha anil fahşai vel munkar." Namaz insanı çirkin əməldən, pisliklərdən uzaqlaşdırar. Əgər bir insan həqiqi namaz qılarsa, namazın surətini deyil, namazın həqiqətin yerinə yetirərsə, namazın zahiri formasını deyil, namazın batinin qılarsa, namaz o insanın qəlbində elə bir nur yandırır ki, o nurun, o çırağın işığı ilə insan zülmətlərdən keçir və günahın çirkinliklərinə bulaşmır. Həqiqi namaz budur ki, insanı çirkinliklərdən uzaqlaşdıra bilsin. Hər bir itaət o cürdür. Ki, insan itaəti, ibadəti doğru dürüst yerinə yetirsə və burada səbirlə bunları yerinə yetirsə, o zaman günahdan çəkinmək də onun üçün asanlaşar. Çünki ibadətlər bizi elə günahdan çəkindirib, bizi kamilləşdirməkdən ötürü bizə vacib buyurulmuşdur. İndi inşallah Ramazan ayı gəlir, Ramazan ayının yaxınlığındayıq, biz Şaban ayına artıq daxil olmuşuq. Allah Ramazan ayında oruc barəsində buyurur, sizə oruc vacib oldu, necə ki sizdən əvvəlkilərə vacib olub, niyə? Ləalləkum təttəqun, bəlkə təqva əldə eləyəsiniz. Təqva nədir? Oruç tutan insan necə təqva əldə eləyir? Ac qalmaqla təqva mı əldə olunur? Oruc böyük bir səbirdir. Ona görə hədisdə də buyurur, Qurani Kərimdə də üzr istəyirəm buyurulur, "Vəstəinu bis-sabri vəs-salat." Səbir və namazdan kömək istəyin. Allah yolunda, sırat-el müstəqimdə yürümək üçün səbir və namazdan kömək istəyin. Hədislərdə buyurulur ki, səbirdən məqsəd burada oruçdur. Çünki oruc insana nə təlqin eləyir? Səbir təlqin eləyir. İnsan sübh azanından şam azanına kimi müəyyən əməllərdən çəkinir. Bu əməllərin bəziləri normalda halaldır insana. Yeməkdir, içməkdir. Bunlar insana halaldır. Amma insan öz könüllü olaraq bunlardan imtina eləyir. Acdır, susuzdur. Yemək istəyir nəfs, su istəyir nəfs, amma nəfsin istədiyini nəfsə vermir. Ta ki Allah izin verənə kimi. Bunu hər gün təkrarladıqca insanda iradə güclənir. İradəsi artır. Və oruçluqdan çıxdıqdan sonra bu insanda möhkəm bir iradə olur ki, bu insan halal əməllərin qarşısında iradə göstərib, könüllü şəkildə heç kəs onu görməsə belə Allahı özlərində nəzarətçi bilib, özünü Allahın huzurunda görüb, bu günahlardan çəkinib, bu əməllərdən könüllü şəkildə imtina eləyib, indi bunun qarşısına haram bir şey çıxsa, haram qarşısında iradə nümayiş etdirməyə qüdrəti var. Biz Ramazan ayı bitəndə bayram eləyirik. Niyə bayram eləyirik? Yəni aclıqdan canımız qutardı ona görə, yeyib içmək gəlir ona görə. Yox. Bu bayram ona görədir ki, yəni mən bir ay ərzində, ey oruçdan insan, sən bir ay ərzində sən hər gün şeytana qalib gəldin. Hər gün nəfsinə qalib gəldin. Və Ramazan bayramında bu qələbəni bayram eləməlisən. Yəni ibadət, itaətə səbir insanı günahdan çəkindirir. Üçüncü dərəcə səbir, ən böyük səbir də elə budur. Ki, insan bəlada səbir eləyə, bəla və müsibətlərə səbir eləyə. Bəla və müsibətlərə səbir etmək necə eləmək olar? Necə etmək olar?
Birinci, husnul cəza. Ki, insan otursun, baxsın, görsün ki, Quran-ı Kərimdə, Peyğəmbər və Əhl-i Beytin hədislərində Allah Teala səbr edənlərə nə cür gözəl mükafatlar vəd eləyib. Allah vədinə müxalif çıxmaz. Allah səbr edənlərindəndir. İnnəmə yuvaffəs sabirun əcrəhum biğeyri hisab. Allah buyurur, səbr edənlər öz əcr və mükafatlarını hesabsız alacaqlar. Hesabsız bilirsin nədir? Yəni, ölçü zadı yoxdur orada. Buna bu qədər verin. Hesabsız. Onlara mükafat müəyyən bir miqdarsız şəkildə veriləcəkdir. İnsan Allahın vəd elədiyi həmin o gözəl mükafatları bir düşünsün bu barədə, başına müsibət baş verərkən və anlasın ki, qurtuluşu gözləsin, qurtuluşun rahatlığı çox yaxındadır. Və Allahın ona bəxş etdiyi əvvəlki neymətləri xatırlasın ki, Allah mənə bu bəladan öncə gör, nə qədər neymət bəxş eləyib. Həzrəti Əyyub əleyhissalam müsibət və bəlalara düçar olanda Həzrəti Əyyuba dedilər ki, Allaha dua elə, bu bəlanı səndən götürsün. Sən Peyğəmbərsən, sən dua eləsən, dua müstəcab olar. Dua elə Allaha ki, bəla səndən qurtulsun. Amma Həzrəti Əyyub əleyhissalam nə dedi? Həzrəti Əyyub əleyhissalam buyurdu, bəlanda yaşadığımız müddət çoxdur, yoxsa rifahda, xoş güzaranda yaşadığımız müddət çoxdur. Dedilər, yox, xoş güzaranda daha çox yaşamışıq. Dedi, o zaman mən həya edirəm, Allahıma şikayət eləyəm. Ki, bu qədər mənə xoş güzaran neymət bəxş eləyib, elə bir balaca bəlaya düşən kimi mən həya eləyirəm ki, Rəbbimə deyim, ya Rəbbim, bu bəlanı məndən götür. Bir rivayətdə də nəql olunur ki, İbn Abbasdan nəql olunur ki, zövcəsi gəldi Həzrəti Əyyuba dedi ki, ey kaş sən Allaha dua eləyəsən ki, Allah sənə şifa versin. Fəqalə vayhak, vay olsun sənə, 70 il biz nazı neymət içində olmuşuq. Heç olmasa o qədər də çətinliyə səbr edək də. Ki, insan bəlada, müsibətdə, bax, bu cür səbr etməli və bəlanı asan bilməlidir. Və anlamalıdır ki, bəlanın müddəti çox azdır, çox gəlildir. Həzrəti Əli əleyhissalam buyurur ki, sabaru əyyamən qalilə və aqabəthum rahatan tavilə. Çox az bir müddəti səbr etdilər, amma ardıncan aqibətləri uzun bir rahatlıqdır. Və səbrin fəziləti barədə çoxlu hədislərimiz var ki, bu hədisləri mütaliə eləyək. Dillə yoxa, gözlə yoxa, qəlblə mütaliə eləyək və düşünək. Həmin rivayətlər və hədislərin birində Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur, Qalallahu azza və cəl, İzə vəccəhdu ilə abdin min abidi musibətən fi bədənihi və malihi avvələdihi. Əgər deyir, mən bir bəndəmə, onun canına, malına, övladına bir müsibət versəm, sonra o müsibəti, o bəlanı səbirlə qəbul eləsə, mən deyir, qiyamətdə həya eləyərəm onun üçün mizan qurum, onu soru-suala tutum. Və başqa bir rivayətdə Həzrət Rasulullah buyurur ki, insanlar üçün elə bir zaman gələcək ki, insanlar həmin zamanda hakimiyyəti qətllə, zülmlə əldə edəcək. Zənginliyi qəsblə, qəsbkarlıqla, paxıllıqla əldə edəcək. Məhəbbəti dindən çıxmaqla, həvai nəfsə tabi olmaqla əldə edəcək. Hər kəs deyir, o zamana yetişsə, zəngin ola biləcəyi halda kasıblığına fəqr edərsə, yəni söhbət hansı zənginlikdən gedir? Qəsbkarlıqla əldə olunan zənginlik. Yəni deyir, nə var pul qazanmağa? Onu alladar, bunu alladar, pul qazanar. Hər kəs deyir, bax, bu haram yolla zəngin olmağa səbr, bundan çəkinib, fəqirliyə səbr edərsə, hər kəs dindən çıxmaqla o yaltaq məhəbbətdən uzaq durub, Allaha xatir nifrət etməklə səbr edərsə və hər kəs yaltaqlıqla izzət əldə etməkdənsə zəlilliyə səbr edərsə, Atahullah səvabə 50 siddiqən mimmən saddaqa bih. Allah ona məni təsdiqləyən 50 siddiqin savabı qədər savab verər. Və Quran-ı Kərimdə bir ayə var.
Əllezîne izə asabethum musibə qalu inna lillahi və inna ileyhi raciun. O kəslər ki, onlara bir müsibət baş verdiyi zaman deyərlər, hamımız Allah'ınıq və hamımız ona tərəf dönəcəyik. Allah bunlar üçün nə buyurur? Buyurur, Ulaikə aleyhum salavatun min rabbihim. Bunlar o kəslərdir ki, Rəbləri tərəfdən onlara salavat vardır. Və rəhmətun və rəhmət vardır. Və ulaikə humul muhtədun. Və onlar hidayət olunmuşlardır. Bir hədisdə bu ayə barəsində buyurur ki, əgər səbr edənlərə bu 3 dənə Allah burada vəd verirdi. Bundan biri mələklərin birinə verilsəydi, mələklər deyir, bu ilə kifayətlənərdi. Bu qədər mükafat, ya Rəbbim, yetər bizə. 3 dənə mükafat Allah vəd edir səbr eləyənə. Bir nədir? Salavatun min Rabbihim. Rəbləri tərəfindən onlara salavat vardı. Və rəhmətun, ikincisi rəhmət vardı. Üçüncüsü və humul muhtədun. Onlar hidayət bulmuşlardı, hidayət əldə etmişlərdi. Və İmam Muhammed Baqir əleyhissalam buyurur ki, cənnət pisliklərlə əhatə olunub, bəlalarla əhatə olunub, çətinliklərlə əhatə olunub. Hər kəs bu bəlalara, bu pisliklərə, bu çətinliklərə səbr edərsə, bu dünyada cənnətə daxil olar. Necə ki, xanım Zəhra buyurur, dünyanın şirinliyi axirətin acılığıdır. Dünyanın acılığı axirətin şirinliyidir. İmam buyurur ki, cənnətə girmək istəyən, cənnətə girib çatmaq üçün ətrafı cənnətin bəlalarla, çətinliklərlə əhatə olunub, hasarlanıb. Sən gərək bu bəla səhrasından keçəsən, gedəsən cənnətə. Hər kəs bu dünyadadır, o bəlalara, çətinliklərə dözərsə, dəxələl cənnə, cənnətə daxil olar. Və ardınca buyurur ki, cəhənnəm ləzzət və şəhvətlərlə əhatə olunub. Cəhənnəmin hasarı ləzzət və şəhvətdir. Hər kəs nəfsinə bu ləzzəti, bu şəhvəti verərsə, dəxələn nar, cəhənnəmə daxil olar, cəhənnəmə varid olar. Səbr əldə etməyin bir neçə yolunu qeyd edib alimlərimiz. Birincisi budur ki, insan səbrin fəziləti barədə, səbr edənlərə veriləcək, axirətdə və dünyada veriləcək savab barədə təfəkkür eləsin. Təfəkkür ən böyük ibadətdir. Həzrət Rasulullah Əbu Zər-i Ğifariyə deyir ki, Əbu Zər, təfəkkürlə qılınan 2 rükət namaz təfəkkürsüz qılınan 1000 rəkat namazdan üstündür. Təfəkkür eləyə insan ki, Allah səbr edənlərə gör nə qədər mükafat bəxş eləyib. Səbr etməyin aqibəti necə gözəldir. İkincisi budur ki, bilə ki, səbirsizlik etmək, özündən çıxmaq, Allaha asi olmaq, Allaha qarşı üsyan etmək, dinə qarşı üsyan etmək, bunun heç bir səmərəsi yoxdur, heç bir faydası yoxdur. Yalnız nədir? İnsanın səvabını əldən aparar. İnsanın əməllərini puç eləyər. Bir hədisdə Usul-u Kafidən nəql olunur İmam Cəfər Sadiq əleyhissalamdan. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bir qövm oruç tutar, namaz qılar, zəkat verər, həccə gedər. Amma Allah və Peyğəmbərin etdiyi bir işə kəşkə belə etməyəydi deyərsə və ya bunu qəlbindən keçirərsə, bununla müşrik olar. İnsan qəlbində belə Allaha üsyan etməməlidir. Bütün varlığı ilə Allaha təslim olmalıdır. Həqiqi təslimiyyət budur. Ki, bəlanın qarşısında da həqiqi təslimiyyəti göstərəsən. Yalandan dildə deməyəsən, ya Rəbbim, mən səndən razıyam. Gəlib bütün bəlalara səbr edəcəm. Bunu zahirdə eləməyəsən, içində bunu deyə. Üzün bir şey, için bir şey olmuyor. İmam buyurur ki, qəlbində keçirək ki, kaş Allah bunu belə eləməyəydi, Peyğəmbər filan şey belə eləməyəydi, bununla deyir, müşrik olar. Allah Quran-ı Kərimdə Həzrəti İbrahimə buyurur ki, وَاِذْ قَالَ رَبُّهِ لِإِبْرَاهِمَ əslim. İbrahimə Rəbbi dedi ki, təslim ol. İbrahim dedi, əsləmtü lilləhi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allaha təslim oldum. Bu, yüksək mənada, həqiqi mənada təslimiyyətdən gedir söhbət. Ki, insan bütün varlığı ilə tam təslim olsun. Üçüncüsü budur ki, anlayaq ki, bu dünya onsuz da müddəti çox azdır. Yaman günün ömrü az olur. Ya 20 il, ya 30 il, ya 40 il. Öldün, yaman gün bitdi. Bəziləri üçün yaman gün ondan sonra başlayır. Amma hər kəs ki, bu dünyada bu az
yaman günə səbr edərsə, səbr edərək sırat-el müstəqimdən çıxmazsa, Allah deyib hər şeyi tərk edərsə, çox az bir müddətdir. Bundan sonra əbədi bir həyat gəlir. Ki, o əbədi həyatda tam başqa bir şeylər var. Dördüncüsü budur ki, insan ki, cihadun nəfs ki, deyir ki, daimən insan ilə mübarizə gedir. İstər ona müsibət baş verdikdə, istər bir günahla qarşılaşdıqda səbir nümayiş etdirsin, çalışsın bu iman qüvvəsi bunun havai nəfsinə, şeytani vəsvəsələrə qalib gəlsin. İmanını əzdirməsin şeytanın ayaqları altında. Gedirsən, məsələn, qabağa bir günah çıxır, nəfs sövq elirsən ona tərəf. Orada nəfsə aldanma, orada nəfsə səlahiyyət vermə, orada nəfsi sevindirmə. Əz nəfsi. İstəyirsən, məsələn, qəzəblənmirsən, ağzından bir pis söz çıxacaq, birinə qarşı səni, məsələn, o qədər qəzəbləndirib, istəyirsən, sən də cavab verəsən ona, qoru bu dili. Bəzi günahlar var ki, onu yerinə yetirmək çətindir, bəzi günahlar var ki, onu yerinə yetirmək su içimi kimi bir şeydir. Məsələn, dil günahı ən asan günahdır. Və bütün günahların çoxu da bu dildən gəlir. Qeybətdir, yalandır, söyüşdür, filandır. İnsan bunu qorusun. Tədricən bunu o qədər eləsin ki, sonuçda nə olsun? İnsan günah çəkinməkdən, ibadət, itaat yerinə yetirməkdən ləzzət alsın. Həqiqi mömin o mömindir ki, günahdan çəkinməkdən ləzzət alır. Biz günahdan çəkindiririk, zorla özümüzü çəkindiririk, nəfsimiz qalıb günahın yanında. Özür istəyirəm, bir misal vurun, məclisdən haşa uzaq ki, nəfs bir it kimi bir şeydir. Görsən, məsələn, iti sahibi bağlayıb, parkda gəzdirir, it bir sümük görür, cumur sümüyə tərəf, sahibi onu dartır. Qoymur sümüyə yetişsin. Amma itin elə başı əyilib qalıb o sümüyə baxa, ayaqlarını yerə sürüyə, sahibi dartır, aparır bunu. Bizim nəfsimiz bu haldadır. Biz günahdan çəkindiririk nəfsimizi, amma nəfsimiz qalıb elə günahın yanında. Bu nəfsi o qədər ram etməlisən ki, günahdan çəkinmək ləzzət versin sənə. İbadət, itaət etmək ləzzət alasan bunlardan. Müsibət baş verdikdə, müsibətdə ləzzət alasan Allahın sənə verdiyi müsibətdən. Biləsən ki, Allahın nəzarətindəsən. Allah sənə lütf eləyib bu müsibətlə. Məqamı yüksəldir, məqamı ucaldır. Səbrin mərtəbələri vardır. Böyük alimlərdən Ənsari səbrin 3 mərtəbəsindən danışır. Birincisi, əs-səbru lillah. Allah üçün səbr etmək. Yəni, Allahın səvabını əldə etmək üçün səbr etmək. Bu, müsibət zamanı, itaət zamanı, məsiyyət zamanı, günah qarşısında itaət edərkən göstərilən səbirdir. Ümumi insanların səbri budur. Bu dünyada çətinliklərə səbir edirik ki, axirətdə Allah bizim mükafatımızı verəcək. Hələ bunu bacara bilsək, çox böyük şey. Bunu bacara bilib ki, səbir eləyə bilsək ki, bu çətinliklərə, günahlara səbir etsək, itaətin çətinliklərinə səbir edəcək ki, savabımızı Allah verəcək. Bu məqsədlə səbir edə bilsək belə, bizim üçün çox böyük bir məqamdır. İkincisi buyurur, əs-səbru billah, Allahla səbir etmək. Allahla səbr etmək nədir? Yəni, insan anlamalıdır ki, la havlə və la quvvət illa billah. Allahdan savayı heç bir güc və qüvvət yoxdur. Mən səbir etməyə, mənim nə gücüm var, nə qüdrətim var, hamısı Allahdandır. Mən heçəm, heç. Mənim nə gücüm var, nə qüdrətim var. Səbr edirsənsə, bu da Allahın sənə olan lütfü və inayəti iləndir sən buna səbr edirsən. La havlə və la quvvətə illa billah kəlməsi bu insanlar üçün məna, həqiqət üzə çıxır. Bunlar onu müşahidə edirlər ki, həqiqətən güc və qüvvət Allaha məxsusdur və Allahla səbr edirlər. Üçüncüsü, əs-səbru alallah, Allahın hökmlərinə səbr etmək, Allahın qəza və qədərinə səbr etmək, Allahdan gələn hər bir şeyə razı olmaq. Həzrət Hüseyin əleyhissalam Kərbalada tez-tez işlətdiyi söz buydu ki, ilahi, bütün bu müsibətlər, bütün bu bəlalar mənim üçün asandır. Niyə? Çünki bunlar hamısı sənin huzurunda baş verir. Sən bunlara şahidsən.
yetər. Kim sən şahidsən. Yəni, insan özünü Allahın huzurunda bulmalıdır, duymalıdır. Hiss eləməlidir ki, sən Allahın, hər an Allahın huzurundasan. Başqa bir dərəcə də vardı ki, əs-səbru mə'allah, Allahla səbr etmək. Allahla birgə olanlar. Allahla birgə olanlar başqadır. İnsan gedər liqaya, liqaullah, Allahla görüşə çata, Allahın vüsalına yetişə. Və bu insanlar maddi varlıqlarından təcərrüd tapıblar. Maddi varlıqlarından çıxıblar. Və bunlar o qədər kamilləşib, mücərrədləşiblər ki, hər an Allahlandılar. Həzrət Rasulullah buyurur, Ya Rabbi, lə təkilnə alə nəfsi tarfatə əyn. İlahi, bir göz qırpımı məni nəfsimə buraxma. Yəni, bir göz qırpımı məni özündən ayırma. Bunlar Allahın yanında olduqları üçün həmişə baş verən hər şey bunlar üçün heç nədir. Nə təlatümlər baş versə də onların dənizini dalğalandıra bilməz. Onlar elə bir sükunətdədirlər. Ariflər buna deyir, sükun məqamı ki, insan deyir, özünü o hala kimi tərbiyə eləyə, təzkiyə eləyə ki, Allahın qarşısında, Allahın huzurunda yetişə bu məqama ki, artıq baş verən heç bir şey onu təlatümə gətirmir, onu özündən çıxartmır. Dördüncüsü, əs-səbr anillah. Bu aşiqlərin səbridir. Allaha çatmaq üçün səbr etmək, Allaha qovuşmaq üçün səbr etmək. Bir gün Şibli deyə bir arif var idi. Bir gənc Şiblidən soruşur ki, hansı səbir daha çətindir, daha şiddətlidir? Deyir, Allah üçün səbr etmək. Allahın savabını əldə etmək üçün səbr etmək. Gənc deyir, yox. Şibli deyir ki, Allahla səbr etmək. Və yaxud dediyimiz, la havlə və la quvvətə illa billah. Ki, insan belə ki, güc və qüvvət Allaha məxsusdur və səbri də Allahın ona bəxş etdiyi güc və qüvvətləndir və bu la havlə və la quvvətə illa billah kəlməsinin həqiqətini görə, biz bunun sözünü deyirik. Biraz ola bizim mənasını düşünürük. Amma bir də var bu sözün öz həqiqəti. Çünki söz mənanı əks etdirir. Məna isə mövcud bir həqiqəti əks etdirir. Mövcud həqiqəti görür ki, həqiqətən güc və qüvvət Allahlandır. Allahın izni olmadan Quran da buyurur, bir yarpaq belə yerə düşə bilməz. Deyir, Allahla səbr etmək, gənc deyir, yox. Deyir, əs-səbru alallah, Allahın hökmlərinə, Allahın qəza və qədərinə səbr etmək, gənc deyir, yox. Əs-səbru məallah, Allahla birgə səbr etmək, gənc deyir, yox. Şibli dözəmir, deyir, vay haqq, fəeyyü. Deyir, vay olsun sənə, bəs hansı səbir daha güclü səbirdir? Gənc deyir ki, əs-səbru anillah, Allahın vüsalına qovuşmaq üçün səbr etmək. Və Şiblinin deyir, nalə çəkir və qəşş eləyərək özündən gedir. Ki, insan Allahın liqasına çalışsın. Onsuz da ahirətdə hamımız Allahla görüşəcəyik. Hamımız Allahın liqasına çıxacaq. Ya eyyuhən-nas, ya eyyuhən-insan, nəkə kədhun ilə rabbikə kədhən fə mulaqis. Ey insan, Rəbbinə doğru çabalayırsan və onunla görüşəcəksən. Amma necə görüşmək? İnsan gərək bu dünyada o liqanı əldə eləsin. Həzrəti Əmir əl-Möminin Əli əleyhissalam Kumel duasında nə deyir? Fəhəbni ya ilahi və seyyidi və mevlaya səbərtu alə əzabikə fə keyfə əsbiru alə firaqik. Ey mənim Mevlam, ey mənim ağam, ey mənim Allahım. Tutaq ki, əzaba dözdüm. Amma ayrılığa necə dözərəm? Ayrılığa necə səbr edərəm? Bunu o kəs iddia eləyə bilər ki, Allahla birgədir indi. Allahın vüsalına yetişib, əgər vüsala yetişməsən, hansı ayrılıqdan danışırsan? Bir adam bir adamdan heç görüşməyib, onun ayrılığından necə danışa bilər? Həzrət deyir, ilahi, sənin əzaba dözərəm, amma ayrılığa dözə bilmərəm. Bu aşiqlərin səbridir. Aşiqlər ilahi vüsala yetişmək üçün səbr edərlər və bu səbr onlar üçün çətin səbir budur.
bəlalara səbr etmək, müsibətə səbr etmək, günah qarşısında səbr etmək, itaət qarşısında səbr etmək, bu məqamların hamısını keçiblər, bu vadilərin hamısını keçiblər. Gəliblər bir eşq vadisinə ki, burada Allaha qovuşmaq üçün səbr edirlər. Allah-u Teala inşallah bizi səbr edən bəndələrindən qərar versin. Amin. Və bizə o bəndələrindən qərar versin ki, səbr edərkən İnna lillah və inna ileyhi raciunu qəlb ilə deyənlərdən olaq. Amin. Və Allah-u Teala bizi bu dünyada Peyğəmbər və Əhl-i Beytin yolu ilə gedənlərdən, ahirətdə o kamil varlıqların şəfaətindən bir nəsib etməsin. Vəsselamu aleykum və rəhmətullah. Salavat-ı kirim.